Tümen-Bakı hava marşrutu üzrə uçuşlar artırılır. Rusiyanın Yuter aviaşirkəti Tümenin Roşna hava limanından Bakıya birbaşa uçuşların sayını artırıb. Artıq bu marşrut üzrə təyyarələr həftədə 2 dəfə çərşənbə və cümə günləri havaya qalxacaq. Çərşənbə günləri Tümendən uçuş saat 10:10-da, Bakıdan dönüş reysi saat 13:45-də olacaq. Cümə günləri isə Tümendən uçuş saat 10:50-də, Bakıdan dönüş reysi isə saat 14:25-də nəzərdə tutulub. Aviabiletlər artıq satışdadır. Həm Yuter aviaşirkətinin rəsmi saytında, həm də digər onlayn satış platformalarında əldə etmək mümkündür. Bununla belə uçuşların tezliyi artsa da biletin qiyməti də ucuz deyil. Elə mənim Telegram kanalımda da bu barədə ətraflı paylaşım var və qeyd edim ki, bir tərəfə ən ucuz tarifə cəmi 5 kiloqram əl yükü daxildir. Sərnişinlərə tövsiyə olunur ki, bilet almazdan əvvəl qiymətləri diqqətlə araşdırır və əlavə xərcləri də nəzərə alsınlar.